Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bugün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib. Yeni Sabah Az Qafqazinfoya istinadən xəbər verir ki, saat 06 radələrində naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olublar. Qadının başına un kisəsi keçirilərək ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Nağıyevaya məxsus 6000 manat və pensiya kartından çıxardığı məbləğ götürülüb. Kənd sakinləri 74 yaşlı qadına əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq mühafizə orqanlarına məlumat veriblər. Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb. Əyin mətbuat xidmətinin Gəncə regional qrupunun inspektoru polis kapitanı Eşkin Qasımov bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. Qeyd edək ki, Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o tənha yaşayırmış.